Niyə cəmiyyətimizdə bəzi məsələlərə ikili yanaşma var? Nə üçün? Məsələn, niyə varlının qızı gedir ərə, boşanır, hətta bir uşağı ilə atası evinə qayıdır və o qıza az qala hər gün elçi düşürlər. Hamı o qızla evlənmək istəyir. Qonşular, qohum-əqrabalar, subay oğlanların valideynləri də deyirlər ki, hadisədir də bu qızın başına gəlib. Gedib indi ailəsi gətirməyib, bəxti gətirməyib, atası evinə qayıdıb nə olar ki? Təkrar mənim oğlumla evlənə bilər. Onun balasını da öz balamız bilərik. Amma yazıq kasıbın qızı nişan qaytaranda, hələ ərə getməyib nişan qaytaranda, ona yaxın düşən olmur. Onunla evlənmək istəmirsiniz. Deyirsiniz ki, nişan qaytarıb, adına söz çıxıb. Mən kiminsə nişan qaytardığı qızı özümə arvad etmərəm. Niyə? Nə fərqi var ki? Varlının qızı boşananda onunla evlənmək olur. Kasıbın qızı nişan qaytaranda onunla evlənmək olmur. Niyə belə bir ikili yanaşma var? Və onu da qeyd edim ki, şəxsən bu cür halların şahidi olmuşam. Yəqin ki, keçmiş qonşularım dostluğumda var, onlar da təsdiq edə bilərlər. Qonşumuzda varlı bir ailə var idi, bunun qızı bir oğlana qoşuldu, qaçdı. Bir neçə ay sonra gördük ki, Günel evlərindədir, anası dedi ki, bəs yola vermədilər, qızı götürüb gəlmişik. Qız da hamiləymiş. Bir müddət sonra qızın uşağı oldu və elçilər qapısından əksi olmadı, bilirsinizmi? Atası yolun digər tərəfində özlərinin evi kimi ikinci bir villanı tikdirdi və anası da hər yerdə deyirdi ki, bu təzə tikdirdiyimiz villa Günelindir. Ailə qursa orada yaşayacaqdı. Bilirsiniz, Günelə nə qədər oğlanlar, subay oğlanlar elçi düşürdülər. Günelin toyu da oldu, gəlinlikdə geyindi, belinə qırmızı da bağladılar və toyunda hətta oğlu artıq yeriyirdi. Amma kasıb qonşumuzun qızı orta məktəbdə oxuyanda öz sinif yoldaşı ilə sevgili idi, əl-ələ gəzirdilər. Və sonra oğlan əskərliyə getdi, nəsə araları dəydi, alınmadı bunların evliliyi. Qonşular deyirdi ki, o qız gəzəyən qızdır, o qız bir oğlanla gəzib, hamı küçədə onu əl-ələ görüb. Necə olur? Niyə belə olur, deyə bilərsinizmi, əziz dostlar? Şərhi sizin ixtiyarınıza buraxıram.